Ya Allah, evlərinizi məndən belə alsaq təmir və tikintini yoxlatmağı unutmayın. Dəyərli izləyicilərim, bu sözlərimi qulaq ardına verməyin. Bu sizlər üçün böyük bir fayda verəcək. 6 sot yarım torpaq sahəsində yerləşən bu ev satışa çıxdı. Sibrizdə 28-ci dalanda yoldan 50 metrlik məsafədə yerləşir. Dəyərli izləyicilərim, qiyməti 715 min manat. Start deyirəm, evimizin sahəsi 350 kvadrat metrdir. Qış aylarında da rahatlıqla əyləşə biləcəyiniz 35 kvadratlıq besetkası isti döşəməlidir və yanında manqalı mətbəx verilir. 10 metr uzunluğunda 4,5 enində 1,60 dərinliyində olan daşma tipli hovuzu, yan tərəfinə diqqətlə baxdıqsa evin dörd bir tərəfi keramik qranitlə üzlənilib. Ya Allah, daxil olaq evimizə, evin daxilində görüşərik. Daxil olduq evimizə, yer monolit, ikinci mərtəbə monolit, dam monolit. Mən deyirəm, amma hər zaman siz də evinizi yoxlatdırmamış almayın. Burada 45 kvadratlıq zalını görürsünüz. Mətbəxi və mətbəxdən dənizə çıxışı. Sizlərə də məsləhətim, özünüzə belə ev tiksəz birinci mərtəbədə mütləq yataq otağı olmalıdır. Hamının istifadə edə biləcəyi sanitar qovşağı, çamaşırxana. İkinci mərtəbədə görüşərik. İkinci mərtəbəmizdə 3 yataq otağı var. Gəlin bir-bir tanış olaq. Bu birinci yataq otağımız. Mama papa dediyimiz 30 kvadratlıq geniş yataq otağı. Maşallah elə gözəl rəng tonlarından istifadə ediblər. Adamın evdə ürəyi açılır. Burada da onun qardırobu. Ne qəşəngdir bunlar. Bunların renklərinə bax. Bax, bahalı olduğu, keyfiyyətli olduğu buradan bilinir. İkinci mərtəbənin ümumi sanitar qovşağı. Dəniz mənzərəli, Sibriz mənzərəli yataq otağı. Bu arada hər otağın özünün kondisioneri var, onu da qeyd edeyim. Burada evin sonuncu, dördüncü yataq otağı və özünün dolab otağı. Gəlin gedək balkondan göstərək, bir dənə həyəti də görsünlər belə. Biz kimi qarşıda Landau məktəbi, Sibrizin və burada da yol. Yoldan ikinci həyətdir. Məncə bu evi almağa dəyər, bu fürsəti qaçırmayın, zənglərinizi gözləyirəm. Görüşmək ümidi ilə. Allah ruzunuzu bol, canınızı sağ eləsin. Hələlik.